Değerli dostlar, bu Cəllabad deyirik biz. Bu Cəlil Abad sözünə gələndə mən çox düşünürəm. Məni bu Abad sözü çox narahat edir. Doğrudan mı Abaddır Cəllabad bu günlər? Cəllabad Abad deyil, bərbaddır. Abad idi. Vaxtı ilə bilirsiniz ki, rəhmətli İbrahim Qurbanovun dövründə Cəllabad Abad idi. Çox yüksək səviyyədə inkişaf eləmişdi. Küçələr təmiz, inkişaf, yol infrastrukturu yüksək səviyyədə, elektrik təsərrüfatı yüksək səviyyədə. Bugün rayonun daxilində əksər bölgələrdə, əksər kəndlərdə, əksər massivlərdə mavi yanacaq. Yəni demək olar ki, Cəlil Abad idi. Həqiqətən Abad idi və yadınızdadırsa bir Cəllabad manası da var idi. Cəlil Abadın Cəllabad. Bu da təsadüf edirdi həmən dövrlərə. Cəllabadın Abad olan dövrlərinə. Amma bu günləri Cəllabad Abad deyil. Cəllabad rayonunun vəzifəliləri, Cəllabad rayonundan təmsil olunan deputatlar, Cəllabad rayonunun kuratorları Habil Əzəmmətov,